Salam mənim, xoş gördük sizi. Hoş gördük. Son zamanlar buraxılış imtahanlarında sualların çətinliyi ilə bağlı fikirlər formalaşıb. Sizcə bu nə dərəcədə doğrudur? Təcrübə göstərir ki, bəzən sınaq imtahanları qəbul imtahan səviyyəsində təqdim olunsa da, real qəbul imtahanı daha çətin və daha düşündürücü olur. Ona görə də sınaqların əsas məqsədi şagirdi arxayınlaşdırmaq yox, real imtahan, qəbul imtahanına hazırlamaq olmalıdır. Təəssüf ki, bəzi şəxslər və qurumlar son zamanlar reklam təbliğat edərkən elə təbliğat edirlər ki, sanki bu qəbul imtahan səviyyəsində düşən suallardır və bu da şagirdlərdə, valideynlərdə çaşqınlıq yaradır. Məlum olur ki, keçirilən bu sınaqlar qəbul səviyyəsində deyil, sadəcə şagirdlərdə arxayınlıq formalaşdırıb və qəbulda düşən suallar da sanki bu şəkildə olmalıdır fikri formalaşdırır valideynlərdə. Bu heç də elə deyil. Şagirdlər və valideynlər ona görə də daha diqqətli olmalıdır və hər bir reklama, təbliğata aldamamalıdır və daha çətin suallara hazır olmalıdır. Bəli, çox sağ olun, təşəkkür edirik. Təşəkkürlər.